Prezident İlham Əliyevin sosial media hesabında VUF 13 ilə bağlı paylaşım edilib. Paylaşımda deyilir: Azərbaycan COP29-dan sonra ölkədə keçirilən ikinci ən böyük beynəlxalq toplantı olan daha bir mühüm qlobal tədbirə VUF 13-ə ev sahibliyi etmək şərəfinə nail oldu. Biz bütün iştirakçıları, tərəfdaşları və BMT ailəsini, xüsusilə də UN Habitatı, uğurlu və nəticə yönümlü VUF 13 münasibəti ilə təbrik edirik. Təxminən 60 min iştirakçı ilə rekord sayda iştirakçını bir araya gətirən VUF 13 tarixə ən böyük dünya şəhərsalma forumu kimi düşdü. Azərbaycanın təşəbbüsü ilə ilk dəfə keçirilən Liderlər Sammiti qlobal şəhərsalma gündəliyinə daha böyük siyasi dinamika qazandırdı. VUF 13 çərçivəsində aparılan zəngin və əhatəli müzakirələr iki mühüm yekun sənədin, sədrin xülasəsi və Bakı fəaliyyətə çağırış sənədinin qəbul olunması ilə nəticələndi. Urbisit, Kultursit və Ekosidə məruz qalmış ölkə kimi Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan yenidən qurur. Buna görə də beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın münaqişədən sonraki yenidən qurma səylərinin digər post-münaqişə bölgələri üçün dəyərli nümunə kimi yüksək qiymətləndirilməsindən qürur duyuruq. Forum zamanı səsləndirilən və yekun sənədlərdə əksini tapan ideyalar, təmiz hava və dayanıqlı şəhər inkişafından tutmuş, mədəni irsin qorunmasına və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarına qədər qlobal şəhərsalma gündəliyini daha da zənginləşdirəcək və istiqamətləndirəcək. Qlobal qeyri-müəyyənliyin artdığı bir dövrdə VUF 13 Azərbaycanın çoxtərəflilik və daha yaxşı gələcək naminə kollektiv fəaliyyətə verdiyi daha bir mühüm töhfə kimi qiymətləndirilir.